Salam əziz izləyicilər. Bu gün sizə 9-cu sinif buraxılışına dəstək məqsədi ilə belə bir sınavın izahını verəcəm. Gəlin başlayaq. Deyir ki, 8 x üstü 7 y üstü 6 bir hədisinin əmsalını tapın. Bir hədinin əmsalı nə idi? Dəyişənlərin qarşısında duran ədəd. Yəni burada cavab olur 8. Sonra 2-yə baxaq. Deyir ki, x-in hansı qiymətinə kəsrinin qiyməti 0-a bərabərdir. Kəsrinin qiyməti 0-dırsa yazaq 3x çıx 6 bölünsün x çıx 4 bərabərdir 0-a. Kəsrin qiyməti nə vaxt 0 olar? Surət 0 olarsa 3x çıx 6 bərabərdir 0-a. 3x bərabərdir 6x bərabərdir 2. Uşaqlar onu yadda saxlayın ki, məxrəc 0 ola bilməz. Cavab olur 2, yəni D variantı. 3-də ədədi silsilədə A1 üstəgəlsin A5 18 olarsa A3-ü tapın. İndi gəlin yazaq. A1 üstəgəlsin A5-i A1 üstəgəlsin 4D kimi yaza bilərik. Bu da bərabərdir 18-ə. İndi yazaq. 2A1 üstə 4D bərabərdir 18-ə. Hər tərəfin 2-yə bölsə A1 üstə 2-dir. Bərabər olar 9-a. İndi A1 üstəgəlsin 2-də nə idi? A3. A3 də bərabər olacaq 9-a. Yəni C variantı. Deyir ki, 4-də bərabər tərəfli üçbucağın perimetri 24 cm olarsa orta xəttin uzunluğunu tapın. Bərabər tərəfli üçbucaq deyirsə, bərabər tərəfli üçbucağın bütün tərəfləri bərabərdir. Yəni bura A yaza bilərəm. Perimetri onda 3A bərabərdir 24. A bərabərdir 8 olacaq. Bizdən orta xəttin uzunluğu istəyirdi. İndi orta xəttini çəkək. Demək, burada oturacağı oldu 8. Orta xətt nə idi? Oturacağın yarısı. Yəni 8-in yarısı 4 olacaq. Cavab olur D variantı. Sonra 5-də dairənin radiusu 3 olarsa diametrini tapın. Diametr nə idi? Radiusun 2 misli. Yəni 2 yer. O dedir 6 C variantı. A 2-dən böyükdür. Deyir ki, ifadəsini sadələşdirin. İndi uşaqlar baxaq. Məsələn, A-ya qiymət verək 3. Yəni 3 2-dən böyükdür. Burada qoysaq yerinə 3 çıx 2 1 edir. Yəni modulun işarəsi müsbət olur. 1 çıx 3 mənfi etdiyinə görə modulun işarəsi mənfi yazaq. Moduldan müsbət elə olduğu kimi çıxır. Amma mənfi əksə ilə. Yəni işarəsinin əksinə dəyişəcək burada. Yəni yazaq A çıx 2 üstələnsin A çıx 1. O da bərabərdir 2 A çıx 3. Olur Y variantı. Sonra 7-də tənişlər sistemində x plus y cəmini tapın. İndi gəlin bu tənişlər sistemini alt-alta toplayaq. 5x üstə 2x üstə 3y üstə 4y bərabərdir 13 üstə 8. Yəni 7x üstə 7y bərabərdir 21-ə. Hər tərəfin 7-yə bölsə x plus y bərabər olar 3-ə. Yəni cavabımız olur Y variantı. 8-ə baxaq. A-nın hansı qiymətində sisteminin sonsuz sayda həlli var? Demək, bu sistemin nə vaxt sonsuz sayda həlli olar? X-in əmsallarının nisbəti, y-in əmsallarının nisbətinə və demək, buradan bərabərliyin sağ tərəfindəki ədədlərin nisbətinə bərabər olarsa, o zaman sonsuz sayda həlli olar. Gəlin bunu yazaq. A bölünsün 1 bərabərdir 4 bölü 2 bərabərdir 6 bölünsün 3. Yəni elə buradan 2 bərabərliyi həll edək. A-nı 1-ə bölsək A edər, 4-ü də 2-yə bölsə 2 edər. Demək, A-nın 2 qiymətində. Olur cavab D variantı. Çoxartısının dərəcəsini tapın deyir. Burada çoxartının dərəcəsi nə idi? Bir həddinin ən böyük dərəcəsi idi. Yəni burada biz baxırıq. Hansının ən böyük dərəcəsi olsa onu götürürük. Burada x kvadrat çıx 2x plus 3 bunun kubu verib. Bunu açınca gəlin belə baxaq. Demək, ən böyük dərəcə nədir burada? X kvadrat. Onda x kvadratının kubu yazaq. Elə bu da edər x üstü 6. Baxırıq, görürük ki, burada x üstü 6 ən böyükdürsə, onda cavabımız da olur B variantı. Yəni ən böyük dərəcəni götürməliyik. 10-cu sualda deyir ki, bərabərsizliyin ən böyük tam həllini tapın. Gəlin həll edək. X-i sol tərəfə keçirsə 3x çıx x kiçikdir 16-dan, 2x kiçikdir 16-dan, onda x da kiçikdir 8-dən. Yəni, bu həll olur mənfi sonsuzluqdan 8-ə qədər. Ən böyük tam qiyməti də bu aralıqda 7, yəni Y variantı olacaq.
Bir nöqtədən çıxan 4 şuan əmələ gətirdiyi bucaqların sayını tapın. Demək, bizim belə bir düsturumuz var ki, n vur n çıx 1 böl 2. Getirib burada 4'ü yerine koyaq. 4 vur 4 çıx 1 böl 2. Yəni 12'ni 2'ye bölsək 6 eder. Cavab C variantı. Aşağıdakilerden hansı en böyükdür? Uşaqlar, burada üstü en böyük olan en böyük olacaq. Üstü də en böyük olan A variantıdır. Bunu necə tapırıq? En böyük olmasın. Məxrəclərini bərabərləşdirək. Üstlərinin məxrəclərini bərabərləşdirək. Yəni 12'də 9, 12'də 8, 12'də 6, 12'də 4, 12'də 3. Baxırıq, görürük ki, en böyüyü 12'də 9, yəni 4'də 3'dür. Onda cavab da olur A variantı. Nisbətini tapın deyir. Gəlin burada çarpaz vuraq. AC bərabər olacaq B kvadrata. İndi B kubunu B kvadratı vur B kimi yazaq. Bölsün AC. B kvadratının yerinə AC qoyaq. Vur B böl AC. AC'lər qısa getdi, qaldı B. Yəni cavab C variantı. 14'də deyir ki, fx bərabər x kvadrat plus 1 olarsa f2'ni tapın. Burada f2 nədir? Görürük ki, x. X'in yerine qiyməti qoyaq. F2 bərabər olacaq 2'nin kvadratı plus 1. Yəni 5. C variantı. 15'te deyir ki, tərəfi və bu tərəfə seçilmiş hündürlüyü bərabər olan üçbucağın sahəsi 36 cm kvadrat olarsa bu tərəfi tapın. Uşaqlar, bir dənə üçbucaq çəkirəm. Üçbucağın tərəfinə bir dənə hündürlük çəkirəm. Tərəfi nə deyirəm? Deyir şərtdə bu tərəfi seçilmiş hündürlüklə tərəf bərabərdir. Tərəfə yazmışamsa hündürlüyü dadır. Onda sahə düsturu necə olar? S bərabərdir 2'də 1 vur A vurulsun HA. İndi burada H da A olduğuna görə yaza bilərəm. 2'də 1 vur A vur A. Yəni A kvadratı. Yazıb A kvadratı. Yəni 2'də 1 A kvadratı bərabərdir 36'ya. A kvadratı bərabərdir 72'yə. A'nı da tapsaq, kök altında 72, kök altında 72'də olur 6 kökdə 2. Yəni B variantı. İndi 16'ya baxaq. 5'də 3 hissəsi 15 olan ədədi tapın. Hissəsinə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölürük. Yəni tərsinə vuraq. Onda cavab edəcək 25. B variantı. 17'də tənliyin həll edin. X-i digər tərəfə keçirsək 3x çıx x, onu da sağ tərəfə keçirsək olar 18. 2x 18'dir. X da bərabərdir 9. Yəni C variantı. Sonra 18'də x çıx y-i 6 verib, buradan gəlin 4'ü ortaya çıxardaq, onda x çıx y qalar. 4'ü də vuraq 6'ya, edər 24. Yəni B variantı. Sonra deyir ki, ədədində neçə minlik var? Demək, burada baxırıq. Deyir ki, ədədində neçə minlik var? Gəl sayaq. Təklik, onluq, yüzlük, minlik. Demək, 97 minlik var. Sonra kəskin ixtisar edin deyir. 12'dən 4'ü ixtisara bıraq, burada 3 qalsın. X-ların birini aparsam, məxrəci bir dənə x, y-ləri aparsam, surətdə 2 dənə y qalır. Yəni yazaq 3 y kvadratı bölünsün x. Cavab olur D variantı. Hesablayın. Yəni hesablayaq. 4 üstü mənfi 2 vur 4 üstü 3 böl 4 üstü mənfi 1. Uşaqlar, burada vurma olanda toplanılır. Yəni 4 üstü mənfi 2 üstə 3. Yəni üstlər toplanacaq. Bölsün 4 üstü mənfi 1. Bu da edir 4 böl 4 üstü mənfi 1. Bölmə olanda üstlər çıxılır. 4 üstü burada 1 idi. 1 çıx mənfi 1. O da edəcək 4 üstü 2. Yəni 4'ün kvadratı 16. Cavab olur B A variantı. İndi baxaq. Deyir ki, düzgün yambucağın tərəfləri sayı diaqonallar sayına bərabər olarsa tərəflərin sayını tapın. Diaqonalların sayı n vurulsun n-3 bölünsün 2 düsturundan hesablanırdı. Burada tərəflərin sayını deyirik. N bucaqlıdırsa demək n tərəfi var. İndi buradan yazaq. 2n bərabərdir n vur n-3
n'ləri ixtisar aparsaq, n-3 2'ye bərabər olar. N də bərabər olar 5. Cavab D variantıdır. 23'də 80% 800 olan ədədi tapın. İndi faizinə görə tapanda faizi vururduq. Demək 800'ü vuracağıq 100'ə, böləcəyik 80'ə. İndi buradan ixtisarla aparsaq, burada qalacaq 10. 10'u da 100'ə vursaq edər 1000. 24'də düzgün altı bucaqlının bir daxili bucağı neçə dərəcədir? Uşaqlar, bunu tapmaq üçün demək belə bir şəkil çəkirəm. Yəni burada əvvəlcə nəyi tapaq? Xarici bucaq. Xarici bucağını tapsaq, xarici bucağı da 360 bölsün n-dən hesablanır. 360'ı bölək 6'ya edər 120. 6'ya böləndə 60 edir. 60 ise buraya yazıram 60. 60 xarici bucağıdırsa, onda daxili bucağı da olar 120. Cavab da olur A variantı. Sonra 25'də x sıx 4 bərabərdir 2'yə modulda. Uşaqlar, moduldan bir dəfə mənfi, bir dəfə də müsbət çıxır. Onda yazırıq x sıx 4 2'yə bərabərdir. Bir dəfə də mənfi 2'yə bərabərdir. Birincisində olur 6, ikincisində olur 2. Bunların cəmini istəyirdi. Cəmi də olacaq 8 Y variantı. Üçbucağın 2 xarici bucağını verib bizə. Bir dənə üçbucaq çəkirəm. Xarici bucaqları 110, bir də 150'dir. Burada 150 yazıram. Bizdən qonşu olmayan daxili bucağını istəyir. Yəni buranı istəyir. Alfa. Bura 150'dirsə, onun qonşusu nə qədər olar? 30. Bura 110'dursa, qonşusu 70 olar. Yine daxili bucaqların cəmi 180 olsun deyə alfaya da 80 deyərik. Cavab da olur B variantı. 27'də yerinə qoyub hesablayaq. 1 çıx 2'də 1 bölünsün. Yerinə qoysaq 3 bölünsün 2 edər. Bu dedik 2'də 1 böləndə tərsinə vururduq. Onda olacaq 2 böl 3. Cavab da 3'də 1 Y variantı olur. 28'də tərəfləri 3, 4 nisbətində olan parallelogram perimetri 28 cm olarsa kiçik tərəfin uzunluğunu tapın. Bir dənə parallelogram çəkək. Bura 3x yazaq, bura 4x yazaq. Perimetri 28'dir. Perimetri necə tapırdıq? 2 vur 3x plus 4x bərabərdir 28'ə. 7x 2'ye vursaq 14x bərabərdir 28'ə. X də bərabərdir 2'ye. İndi buradan x'i 2 tapdıq. Kiçik tərəfini istəyirdi. Kiçik tərəfi də 3x'dir, yəni 6. A variantı. 29'da 84'ü vurğulara ayıraq. 2'yə 42, 2'yə 21, 3'ə 7, 7'yə 1. Müxtəlif sadə vurğular nə idi? Hərəsindən biri götürdü. Yəni 84'ün vurğuları 2 üstü 2, 3, 7. Bunların hərəsindən bir dənə götürsək, yəni müxtəlifləri. Cavab olar 3 D variantı. 30'a baxaq. Demək, x istəyir. Əvvəlcə gəlin bu bucağı tapaq. Bu bucaq nə olur? X. Çünki qarşılıqlı bucaqlarda, qarşılıqlı bucaqlarda bərabər olurdu. X ilə 110'un cəmi 180 dərəcə olmalıdır. Çünki bir tərəfli daxili bucaqlarda. X-i də tapsaq x 70 edər. Cavabımız doldu B variantı.